Kur'an və sünnə dəlalət edir ki, qiyamət günü tərəzi açılacaq. Vallahi kitab, sünnə, alimlərin icması buna dəlalət edir. Ne çəkiləcək o tərəzidə? O tərəzi həqiqi tərəzidir. Yəni məcazi mənada deyil. Əməllər tərəzidə çəkiləndən sonra 3 nəticə alınacaq. 1. Sağ tərəf üstün olanlar. Allah subhanahu və teala bizi onlardan etsin. Tərəzidir, savab əməllər sağ tərəfdə olacaq, o üstün olanlar. Vallahi, thumma vallahi, bir ədəd savab üstün olsa, insan gedir cənnətə, qurtuluş tapır, nicatdır əbəd olaraq. Bir ədəd. Allah subhanahu və teala buyurur, وَالْوَزْنُ يَوْمَئِذٍ الْحَقِّ O gün tərəzi haqdır. فَمَنْ ثَقُلَتْ مَوَازِينُهُ فَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ Kimin tərəzisi ağır gələrsə, o nicat tapacaq. İbn Abbas və digər sahabələrdən varid olub ki, bir ədəd olsa, hətta bir ədəd olsa da.